Hazırdan bazarda mövcud olan bir çox şirkətlərdə müqavilələrin olmaması və müqavilə olmadan təhvil təslimin də aparılmaması ciddi mübahisələrə səbəb olur. Gələcəkdə bu həm tərəflərin maraqlarını pozur, həm də əlavə vaxt və pul itkisinə səbəb olur. Tövsiyə edirik ki, müqavilədə müvafiq şərtlərin olmasını, onların dəqiqliklə görülən işlərin qeyd edilməsini, onlara verilmiş zəmanətini mütləq şəkildə yoxlayıb, təhvil təslim aktlarını mütləq şəkildə imzalayıb, qüsurları barədə müvafiq məlumatları şirkətə təqdim edəsiniz. Narazı qaldığınız halda iradlarınızı dərhal şirkətə rəsmi şəkildə bildirməniz tövsiyə edilir. Şirkətlərlə iş gördükdə onlarla müqavilədə və rəsmiləşdirdiyiniz sənədlərdə bu kimi bəndlərə diqqət yetirməniz gələcəkdə sizi mübahisələrdən, vaxt itkisindən qoruya bilər.